Bu videoda öyrənəcəksən ki, nəyə görə istədiyin məqsədlərinə çətinliklə çatırsan və nə qədər çalışsan da nəyə görə istədiyin məbləğləri hələ də qazana bilməmisən. Kanalıma xoş gəldin. Mən şəxsi inkişaf üzrə coach Diana. Kanalda bu tipli videolar çox olacaq. Qaçırmamaq üçün abunə ol. Hər birimizin müxtəlif məqsədləri, arzuları və istəkləri var. Bir çoxumuz gəlirlərimizi qat-qat artırmaq istəyirik. Bəlkə də aylıq 500 manat qazanırsınız, amma daha çoxunu qazanmaq istəyirsiniz təbii ki. Və ya çoxdan da arzuluyursunuz ki, maşınınız olsun. Bəlkə də ev almaq məqsədiniz var. Ya da çoxdan da hədəflədiyiniz, amma çata bilmədiyiniz bir məbləğ ola bilər. Amma çox çətinliklə alınır, qarşınıza maneələr çıxır, ya da nə qədər işləsəz də həmin qazanca çata bilmirsiniz. Burada məsələ xarici faktorlarda deyil. Yəni dövlətdə, işinizdə, az çalışmağınızda deyil məsələ. Əsas sual budur ki, biz nəyə görə çox çalışsaq da, nə qədər əziyyət çəksək də, hələ də istədiyimiz məqsədimizə çata bilmirik. Gəlirimiz də artmır. Nəyə görə eyni döngüdə, stabillikdə qalmışıq? Bugün çox sadə bir praktika ilə bunun əsl səbəbini tapacağıq. Bunu rahat bir zamanda eləmənizi tövsiyə edirəm. İndi rahat olacağınız sakit bir ortama keçib əyləşin. Lazım olduqca videonu saxlaya bilərsiniz. Daha sonra bir neçə dəfə dərindən nəfəs alıb verməyə başlayın. Dərindən nəfəs alıb verirsiniz bir neçə dəfə. İndi isə gözlərinizi yumun və təsəvvür eləməyə başlayın ki, qazanmaq istədiyiniz məbləğləri sanki əldə eləmisiniz. Nə qədər qazanmaq istəyirsinizsə, sanki onu artıq qazanmısınız, əldə eləmisiniz, qarşınızda da həmin pullar. Və ya özünüzü hansı reallığı yaratmaq istəyirsinizsə, necə bir zənginlikdə olmaq istəyirsinizsə, məsələn, ola bilər ki, çoxlu qızıllarınızın olmağını istəyirsiniz, bunu təsəvvür eləyin. Maşın almaq istəyirdinizsə, təsəvvür eləyin ki, artıq maşını almısınız və sürürsünüz. Xəyalınızdakı evi almısınız və içərisində gəzirsiniz, artıq orada yaşayırsınız. Və ya başqa bir maddi məqsədiniz var idisə, bunu təsəvvür eləyin. Çoxdan da arzuladığınız, məqsədlədiyiniz bu şey artıq sizindir, əlinizdədir, əldə eləmisiniz, qarşınızdadır. Birinci sual, bu sizə necə hiss elətdirir? Xoşbəxtsiz, məmnunsuz, bu sizi sevindirir, minnətdar ola bilirsiniz, bu sizə zövq verir. Yenə də gözləriniz yumuludur, təsəvvür eləməyə davam eləyin. Artıq bu zənginliyi yaratmısınız həyatınızda. İstədiyiniz məbləğlər qarşınızdadır. Ya da nəyi almaq istəyirdinizsə artıq almısınız. Məsələn, maşınınız var. Huzurlu evinizdə yaşayırsınız. Xoşbəxt münasibətdəsiz. Ya da sadəcə səyahətlər eləmək istəyirsiniz. Bunu artıq əldə eləmisiniz. İndi bu halda təsəvvür eləyin ki, qarşınızda ananızla atanız dayanıb. Valideynləriniz gəlir və sizi bu şəkildə görür. Onlar baxırlar ki, siz artıq bu zənginliyin içərisindəsiz. İstədiyiniz həyatı yaşayırsınız, pulunuz çoxdur, huzurlu və xoşbəxtsiz, maddiyyatınız boldur. İndi hisslərinizə fikir verin. Bu sizə necə hiss elətdirir? Təşvişə düşürsünüz, yoxsa utanırsınız, çəkinirsiniz, bəlkə də qorxursunuz. Ən əsası fikir verin, görün. Özünüzü günahkar hiss edirsiniz. Yəni, valideynlərinizdə olmayıb da sizdə olan zənginliyə görə onlara qarşı günahkar hiss edirsiniz özünüzü. Bəlkə də valideynlərinizi xilas eləmək istədiniz. Onlara yazığınız gəldi. Düşündünüz ki, qoy onlara da pul verim. Bəlkə özünüzlə fəxr eləyirsiniz. Sanki onlar bacarmayıb, amma mən bacardım kimi. Ya da onlara qəzəbiniz artır. Bəlkə düşünürsünüz ki, zamanında bunları əldə eləməməyinizin səbəbi valideynlərinizdir. Bu və ya bunun kimi müxtəlif hissləriniz, düşüncələriniz ola bilər. Hamısını mütləq ki müşahidə eləyin və bir yerə qeydə alın ki, bu duyğuları unutmayasınız. Bizə tam da bu duyğu lazımdır. Əgər fərqinə vardısa, sizi təbrik eləyirəm. İndi isə keçək izaha. Gözlərinizi aça bilərsiniz. Pul yüksək bir enerjidir. Buna görə də bizə daha çox pul gələndə bizdə olan duyğular, bütün şüuralda inanclarımız, yəni məsələn siz təşvişli bir insansınızsa, pulunuz artanda bu duyğu da sizdə artmış olur. Daha təşvişli olursunuz pulla bağlı. Ya da qorxularınız artır. Məsələn, pulum çox olsa kimsə mənə xəyanət eləyər kimi. Bizim yaşadığımız bütün bu duyğular şüuraltı ilə əlaqəlidir. Bizim psixikamız, şüuraltımız bilirdi ki, biz əgər məsələn 10 qat artığını qazansaq, bu duyğuları keçirəcəyik. Məsələn, çoxlu pulunuz olsa təşvişə düşəcəksiniz. Ya da sizdə çoxdur, başqalarında yoxdur deyə başqalarına yazığınız gələcək. Özünüzü günahkar hiss edəcəksiniz. Ən böyük maneə ümumiyyətlə günahkarlıq hissidir. Və ya valideynləriniz bacarmayıb, amma siz bacarmısınız deyə fəxr hissi. Bu da yaxşı deyil. Lazım olan isə odur ki, bu duyğuların heç biri olmasın. Tam neytral.
Sizə bu maddiyyatı yaratmaq, bu məqsədlərə çatmaq olar. Biz şuuraltı ilə özlərimizi işlədikdən sonra anlayırıq ki, kimsə kimdənsə üstün deyil. Çox qazandığınıza görə kiməsə nəzərən günahkar deyilsiniz. Bizə elə gəlir ki, kimisə xilas eləməliyik ya da biz günahkarıq ya da kimsə yazıqdır. Buna görə də məqsədlərə çata bilmirik. Bütün məsələ budur yəni. Bunu deyim ki, bundan sonra günahkar hiss eləməyəcəm deməklə olmur. Bunu dərindən şuuraltıda işləmək lazımdır ki, mən də bu şəkildə işləmişdim və sürətlə nəticələr ala bilirəm. Həm də çalışdığım insanlara nəticə verə bilirəm. Çünki bir dəfə bu duyğunun fərqinə varıb bunu işlədikdə, həll elədikdə, artıq bu məqsədə çatmaq bizə çətin olmur. Qarşımıza daha çox fürsətlər çıxır və istədiyimiz məqsədə çata bilirik. İstənilən bir məqsədə çatmağın əsas yolu şuuraltı olaraq özlərinizə işləməkdir və bu çətin bir şey deyil. Əgər bu duyğunu ifləyib maniyəni aradan qaldırmaq və məqsədinizə çatmaq istəyirsinizsə, bununla bağlı mənə WhatsApp-da yaza bilərsiniz. Cəmi bir sessiya ilə bunu kökündən həll eləyə bilərik. Əgər suallarınız yarandısa, rəy bölməsində yazın ki, cavablayım. Videonu tanıdığınız hər kəsə göndərməyi də unutmayın. Hər birinizə uğurlar.